Salam, axşamınız xeyir bir daha bizi dinleyenler, sağlık sektöründə çalışan hər kəsə axşamınız xeyir olsun diləyirəm, hörmətli kolleqalarımız, həkim yoldaşlarımız və valideynlər. Bugün sizlərlə uşaqlarda nevroloji disfunksiya, yəni bu xəstəliklər hansı qrupdadır və ən çox rast gəldiyimiz, uşaqlar arasında ən çox rast gəldiyimiz neuroinflamasyon xəstəliklərdən bəhs edəcəyik. Və keçiş yapmadan öncə mən özümü sizlərə tanıdım. 2007-2013-də Azərbaycan Tibb Universitesi məzunu olmuşam. 2016-2020 illərində Ərcəz Universitesi Çocuk Sağlığı və Xəstəlikləri məzunu olmuşam. 2020-ci ildə bitirdikdən sonra ancaq uzmanlıq ərəfəsində də yenə bu inteqrativ tibblə araşdırmalarla məşğul idim. Ancaq özünün universitetindən eğitim aldığım 2020-2021-də oldu. Və bu eğitimdən sonra bir çox bilim adamlarının sempozyumuna katılmışam. Mesela Dr. David Permute'den Brain Microbiome Sempozyumu, Dr. Robert Maylow'un Brain Balance programına katılmışam. Daha sonra Türkiye'den Fonksiyonel Tıp Platform Akademiyasından eğitim almışam. Kıbrıs Amerikan Üniversitesi'nden tıbbi beslenme eğitimi, İngiltere'den epigenetika ve nütroepigenetika eğitimi ve hal-hazırda da Biyoloji Terapi İntegratif Müalicə Mərkəzində bir pediatr olarak işləyirəm. Bugün sizə beynin funksional əlaqələrinin integrativ tibb ilə bərpasından bəhs edəcəm. Funksional əlaqələr nədir? Deyəndə nə başa düşülür? Ona geniş bilgi verəcəm sizə. Öncəliklə beynin anatomiyasından kısa bir öz geçmək istəyirəm. Biz bilirik ki, beyin iki yarımkürədən ibarətdir. Sağ və sol yarımkürə və hər iki tərəfdə bir-birinin eynisidir. Frontal lob, parietal lob, oksipital lob, cerebellum, hipokampus, beyin sapı, temporal lob və hipofiz vəzi. Limbik sistem orta beyində, limbik sistemi beyin sapı vasitəsilə sağ və sol beyin birbiriyle iletişim halındadır. Her ne kadar anatomik olarak sağ ve sol beyin birbirine eynisi güzgüsü olsa da fonksiyonal olarak birbirinden seçilir, fərqlənir. Məhz bu fonksiyonallığına görə sağ beyin patologiyalarında nələr olur, sol beyin patologiyalarında nələr olur, onlardan bəhs edəcəm. Sol hemisfer, yəni sol yarımkürənin funksiyası nədir? Neuroakademik, IQ-dən sorumlu olan bir beyin tərəfidir. Məntiq, riyazi, praktik, analitik, təhlil və yazı, öyrənmə qabiliyyəti, incə motor qabiliyyəti, rəsm çəkə bilmək, planlamaq, problemi çözərək həll etmək, kontrol etmək və özgüvənli olmaqdan sorumlu olan beyindir. Sağ hemisfer isə nevro davranış, yəni duyğuların formalaşması, musiqi hissi, renk qavrayışı, xəyal etmək, təxəllü etmək, ilkel reflekslər olan əmmə, eməkləmə, dönmə, qalant, palmar, plantar, asimetrik tonik refleks, simmetrik tonik refleks və labirint refleksdən ibarət olan mərkəzdir. Qoxu, dad, səs, toxunma hissini hiss edə bilməmizi sağlayır. Sözel olmayan bədən dili ilə anlatma qabiliyyəti yine sağ beyinlə əlaqəlidir. Təhlükənin fərqinə varmaq, koordinasyon motor funksiyası, əzələ tonusu, monotonluğu sevməyən mərkəzdir. Həzm sistemi, ürək ritmi, tənəffüs sistemini kontrol edən mərkəzdir. Sosiallaşa bilməyimizi təmin edər. Objelerin tamamını bütöv şekilde görebilməyimizə yardımcı olur ve yine de immunitetin güçlü olmasında aparıcı rol oynuyor. Yani bu sadaladığımız, yani duyguların formalaşması, sözel olmayan beden dili, təhlükənin fərqinə varma, monotonluğu sevməyən mərkəz, yani bunlar hamısı sağ beynin neyro davranış funksiyalarıdır ve sağ beyin patologiyalarında bu funksiyalar hamısında bir eksiklik görəcəyik. Məhz bu eksiklik özü autistik spektr pozğunluğunun simptomlarını yansıdır. Sağ hemisferin neyroinkişaf geriliklə gedən xəstəliklər ən birinci sırada autizm spektr pozuntusu gəlir.
Bu artıq dünyada uşaq pandemiyası olaraq qələmə alınıb. Neyronlar arasında əlaqələrin dağılması, dünyada buna FDS sindromu deyilir. Yaygın inkişaf pozuntusu, diqqət eksikliyi hiperaktiv pozğunluğu, Savant sindromu, Asperger sindromu, Tourette sindromu, öfkə ilə özünü göstərən sinir dezinteqrasiyası, koordinasyon problemləri və sosiallaşmada çətinliklə gedən sağ hemisfer neyroinkişaf gerilikli xəstəlikləri tanıyırıq. Biz bugün autistik spektr pozuntusundan bəhs edəcəyik. İntellektual inkişaf geriliyi, sosial ünsiyyət və qarşılıqlı əlaqədə pozulma, məhdud və təkrarlayan davranışlar kimi əlamətlərlə xarakterizə olan düzələ bilən nevroloji sinir zərəridir. Beynin sürətli bölünməsi, böyüməsi və sonuç olaraq atipik bağlantılar və bundan da qaynaqlı xaotik bir beyin inkişafını göstərən mərkəzdir. Üzr istəyirəm. Sağ hemisferik neyroinkişaf geriliyi, autistik spektr pozuntusu və digər inkişaf geriliyi ilə gedən patologiyalar sağ yarımkürənin disfunksiyası nəticəsində olur. Sağ yarımkürə kişilərin niyə bu xəstəlikdən qadınlara nisbətən daha çox əziyyət çəkdiyini də izah edə bilər. Daha əvvəl təsvir edilən demək olar ki, bütün spesifik pozuntular kişilərdə əhəmiyyətli dərəcədə daha tez-tez baş verir. Kişi beyni qadın beynindən daha asimetrikdir çünki və kişi beyni prenatal və postnatal təsirlərə daha çox həssasdır. Əsasən doğuşdan əvvəl ananın estrogen səviyyələrindən ibarət olan bu təsirlər kişi beyninə xas olan sol ilə müqayisədə sağ qabığın daha çox inkişafına kömək edir. Yəni anada estrogen səviyyəsi çocuk autizmi ilə yaxından ilişkili ola bilir. Bundan da əlavə, beyində dopamin reseptorlarının asimetrik paylanması səbəbindən də dopamin səviyyəsinin azalmasının sağ ön qabığının funksiyasına soldan daha çox mənfi təsir göstərdiyi qeyd edilib bir çox çalışmalarda. Bu ümumi bir sxemadır. Demək olar ki, bu sxemanın üzərində anlatacağım bugünkü mövzunu. Autistik spektr pozuntusunun sadəcə bir səbəbi yoxdur. Yəni etiolojik olaraq sadəcə bir nədənə bağlı deyil. Multifaktorialdır. Ancaq artıq bir çox çalışmalar multifaktorial olan multidisipliner yanaşmanı belə bir araya gətirərək bir çox çözüm yolları tapmışdır. En başlıcası çocuk dünyaya gelmemişten önce ananın hayatı sorgulanır. Yani ananın beslenme durumu birinci sırada daha çok mu beslenip yoksa daha zayıf mı beslenme funksiyasını görüp İkincisi vitamin D statüsü yani vitamin D seviyesi diyetinde metil donorlarına sahip olan gıda rasyonu. Şimdi size taxıl məhsullarından bəhs etmək istəyirəm. Taxıl məhsulları sadəcə glutenə görə sorumlu deyil. Glutenden daha təhlükəli bir içeriğe sahiptir. O da nedir? Sintetik fol turşusu. Sintetik fol turşusu nə qədər çox qəbul etsək bu taxıl məhsulları ilə bir o qədər metilyasiyamıza zərər vermiş olacağıq. Və yenə hamiləlik öncəsi və yaxud da hamilə zamanı qadınların daha çox taxıl məhsulları ilə bəslənməsi və daha çox sintetik folatla qidalanması onların qaraciyərindəki detoksifikasiya və metilyasiya sisteminə zərər verəcəkdir. Yenə ananın omega səviyyəsi və ananın kötü qidalardan bəslənməsi və bu bir halqanı yaradır. İkinci halqa mikrobiyomdur, ananın mikrobiomudur. Bura sadəcə ananın bağırsağı deyil, rəhim, yəni uşaqlıq da özü bir boşluqlu orqandır və onun özünün də bir mikrobiyatası vardır. Bağırsaq mikrobiyatasından ziyadə bu uşaqlıq mikrobiyatası da sorumludur. Ana ilə uşağın birlikdə qidalanması, yəni ana nə ilə qidalanırsa, uşaq da ana bətnində o cür qidalanır. Antenatal dövrdə və postnatal dövrdəki ananın və uşağın mikrobiyatası və ümumi gelişimi. Daha sonra uşağın dünyaya gəlişi. Nə cür dünyaya gəlir? Kəsirləmi, kесaryen yolu ilə mi dünyaya gəlir? Yoxsa normal spontan vaginal yolla mı dünyaya gəlir? Və buna görə uşağın qidalanması da formalaşır. Yəni ana sütü
davam edebilir və yaxud da bəzi səbəblərdən anus suyu kəsilir və süni qida ilə bəslənmə məcburiyyətində qalır. Bebeğin özünün probiotik səviyyəsi, mikrobiotası və daha sonra epigenom suçlanır. Ən çox da bu çevrəsel faktorlar, epigenetik faktorlar suçlanır. Və az öncə söylediklərimi bir də yazılı olaraq göstərmək istədim. Birinci sırada bilinçaltı travma, yəni ananın bəslənməsi, uşağın bəslənməsi, sağlıq durumları. Bunlarla da öncə ananın özünün bilinçaltı olaraq sağlıq durumudur. Yəni ananın sağlıqlı zehni olması üçün yaşam koşulları da sağlıqlı olmalıdır. Ona görə də hamiləliyi stresli mi keçirdi, stressiz mi keçirdi, bu sorgulanmalıdır. Doğuş şəkli keysəriyyə yolu ilə mi doğuldu, yoxsa normal spontan yol ilə? Bu bizə nəyi ifadə edir? Keysəriyyə yolu ilə doğuş uşaqlarda ilkər reflekslərin erkən zamanda kaybolmasına səbəb olur. İlkər reflekslərdən də ən önəmlisi palmar, plantar əmmə refleksidir. Endokrin disfunksiya, bu isə adrenomedullin və azotoksin, yəni hipotalamu hipofizal adrenal sistemin disregulyasiyası yine bir etioloji faktordur. İmmun sistemdeki defisit, yəni bütün xroniki xəstəliklər əslində psixoneuroendoimmun sistem deyirik. Ona görə də başlıca suçlanan etiologiyalar arasında ki sıralarda immun sistemi çox önəmlidir. 3 yaşın altındakı uşaqda tez-tez allergiyalı və tez-tez üst tənəffüs sistemi xəstəlikləri, infeksiyasına məruz qalması uşağın özünün immun sisteminin zəif olduğunu xəbərdar edir və yaxud da ananın özünün tez-tez xəstələnməsi və buna bağlı olaraq da antibiotik və digər kimyasal maddələrin qəbul olması yenə uşağın immun sistemini baskılayacaqdır. Genetik mutasiyalar bugüne kadar autistik spektr bozuntusu hiçbir müalicəsi olmayan genetik xəstəlik kimi tanınırdı. Epigenetik etkilenme nedir? Az önce söylediğimiz gibi ananın qidalanma şəkli, autoimmun xəstəlikləri, erken düşük riski, yani bu hamiləlikdən önceki düşük riskləri, başarısız hamiləliklər, laxtalanma, keysəriyyə yoluyla doğuş, mitoxondriyanın zədələnməsi, 1 yaşın altındaki peyvəndlərin vurulması, peyvənd sonrası yüksək dirençli qızdırmanın olması, mikrobiotanın pozulması, yani leaky gut sindromu ve daha sonra da leaky brain sindromu. Bunu ilerleyen slaytlarda açacağım. Ekran məruziyəti, ekran, mavi ışın, düşük frekanslı dalgalar inkişafı devam eden sinirlerin funksiyasını pozur. Genetik araştırmaları biri olan CHD8 mutasyonu ile ilgili çalışmanı size paylaşmak istedim. Mikrobiyota, bağırsak beyin mikrobiyotasında en çok Lactobacillus ve Bifidobacterium probiyotiklerinden ibaret olduğu söylenir. Lactobacilluslar içerisinde ise Plantarum, Acidophilus, Bifidobacterium ise Longum, autistik spektr bozuntusu ile ilişkili olduğu hakkında birçok çalışmalar mevcuttur. Patofizyologiyası, yani bizi dinleyen dinleyiciler arasında daha çokluk teşkil ettiğine göre hekimler, ona göre ben en çok patofizyoloji üzerinde duracağım. Bağırsak beyin aksı diyerek bağırsak mikrobiyotasından artık haberdarsınız. Leaky gut sindromu en başlıca yaranan sebeptir. Leaky gut sindromu olan uşaqlarda ise leaky brain sindromuna getirip çıxardır. Yani bu dizbalanslıq, mikrobiyota dizbalanslığı bağırsaqların divarındaki tanjansiyonların açılmasına ve kan dövranı ilə sirkulasyon zamanı isə bu toksinlərin beyin bariyerinə gəlməsinə səbəb olur. Və necə ki bağırsağın divarında bariyer var, beyində də o şəkildə bariyer var. Və bu beyin bariyerləri, tanjansiyon proteinləri bağırsaqdakı kimi açılmağa başlayır. Və bu immun cavabla beyin bariyeri açıldığına göre bu toksinlər bu bariyerin altındaki beyin qabığına artıq sirayət edəcəkdir. Bəs beyin hüceyrələri ilə birbaşa təmasda olan toksinlər, zərərli içeriklər nə yapır?
birinci növbədə astrositləri reaktive edir. Yəni, astrositlərin oyanmasına, aqressivləşməsinə, sayca artmasına və funksiyaca iş görməsinə gətirib çıxardır. Normalda astrositlər daha az bir sekresiya ifraz edir, mediatorlar ifraz edir. Ancaq bu bariyerin aşması ilə astrositlər daha aqressiv bir şəkildə sitokinlər ifraz edir ki, bu sitokinlərdən də ən çox adı geçən TNF alfadır, interleukin 6'dır, CCL2'dir, CCL2, interleukin 8, interferon gamma. Ancaq bu sitokini sadəcə astrosit icra etmir. Eyni zamanda reaktiv olan mikrogliyalar da yapır. Əslində bədəndə bir balans var. Hər şeyin bir balansı var. İnflamasiyanın artmasını yapan hüceyrələri, bir də baskılayan hüceyrələr var. Yəni bu inflamasyonu susturan hüceyrələr var. Məhz bu mikrogliya ilə astrositlər bu cür iştirak edir beyindəki funksiyonal olaraq. Astrositlər daha çox inflamasiya yaratma yönündədir. Mikrogliyalar isə bu inflamasiyanı susturma yönündədir. Amma bu balans bozulduğunda, balans aşdığında, yəni astrositlər daha çox çalışdığında sitokinlərin daha çox ifrazına səbəb olacaq və mikrogliyalar bunu yetişə bilməyəcək arxasınca. Və artan sitokinlər inflamasiyanın daha da aqressivləşməsinə gətirib çıxardır. Bu isə neyronların haçalanmasına, neyronların miyelizasyon qişasının dağılmasına, degradasiyasına və nəticə olaraq kognitiv defisitə səbəb olacaq. Məhz bu çalışmanı sizinlə paylaşdım. Açıb məqaləni oxuya bilərsiniz. Burada az öncə astrositlə mikrogliyanı vurguladıq. Tək mikrogliyanın patofiziologiyasından bəhs etsəm, mikrogliyanın bir çox dalları var və bu dalların uçları ilə hər bir ucu bir funksiya görür. Məsələn, Wnt reseptoru vasitəsilə damarlardakı şaxələnməni artırır. Daha sonra lif və interleukin 6 vasitəsilə astrositlərlə iletişim yapar. Daha sonra məsələn CR3 vasitəsilə motivasyonu sağlanır, fasikulyasiyonu sağlayır, özünü böyütməsi və aksonların inkişafını sağlayır, oligodendrogliositlərlə iletişimə keçib miyelizasiyanın artmasını dəstəkləyir. NPC2 vasitəsilə proliferasiyanı, sinapslardan proliferasiyanı sağlayır, sinir hüceyrələrin əmələ gəlməsini və yeni əmələ gəlmiş sinir hüceyrəsinin isə digər sinir hüceyrələrlə sinaptik bağlarının formalaşmasını sağlayır və ölümü də sinir hüceyrəsinin ölümünün də kodlanması yenə mikrogliyalara xasdır. Az öncə söylədiyimiz, yəni hamiləlik dönəmindəki epigenetikanın bir digər izahı ilə başqa bir məqalədir. Yenə fərqli bir məqalələr, yəni ananın sağlıq durumu, qidalanması, doğuş şəkli və bu doğuş şəklinin uşağın HPA aksı ilə, yəni hipotalamo hipofizar aksı ilə kortizol səviyyəsinin artmasına və kortizol səviyyəsinin artması isə sinir hüceyrələrinin inflamasyonu ilə ilişkili olduğuna dair bir çalışmadır. Digər bir çalışma isə allergiyanın autistik spektrumu nə ilişkisi var soruşanlara bir məqalə paylaşdım. Hətta mən praktikamda dəfələrlə buna rast gəlmişəm. Məsələn, autistik spektr davranış pozuntusu ilə uşaq müraciət edir, amma sorğuladığımda uşaqda ciddi, xroniki bir allergik reaksiyonlardan bəhs edir valideyn. Məhz onun izahı olaraq da allergiyada tip 2 sitokinlərin artmasına dəstəkdə olan mast hüceyrələr, THL2 hüceyrələri, interleukin C2 hüceyrələri, ILC2 hüceyrələrinin sayca artmasına səbəb olur. Və bu allergik reaksiyonlarla tip 2 sitokinlərin artması isə
interleukin 13, interleukin 4 ve interleukin 5'in artmasına sebep olur. Interleukin 13, M2A ve M2 yine küçük A ve büyük A reseptörleri ile mikroglia ve makrofagları aktifleştirir. Mikrogliyalar ise ne yapar? BDNF ve insülin growth factor 1'i aktifleştirir. O ise mTOR reseptörünün vasitəsilə sinaptik dallanmağı yaradır ve sinaptik dallanmanın artmasıyla da netice olarak autistik spektr bozuntusu meydana çıkabilir. Autistik spektr bozuntusu nedir? Simptomları özünü necə gösterir? Çok az veya hiç göz temasının olmamağı. Objelərə, xüsusən də fırlanan əşyalara son dərəcə maraqlıdırlar. Birbaşa danışanda reaksiya vermirlər. Əllərini, qollarını, barmaqlarını və başını təkrar-təkrar hərəkət etdirir. Həmişə eyni şeyi yemək və ya eyni şeylə oynamaq kimi müəyyən bir nizamda olmaqdan ötürü vəsvəsəlidir. İşığa, rəngə, qoxuya, səslərə fərqli reaksiya verir. Az önce saymıştık sağ beynin defisiti sağ beyin funksiyasının bozulması ilə meydana çıxan xəstəliklər və onların simptomları, funksiyaları təkrar sadalayıram. Jestlərin və mimikaların istifadəsi kimi şifahi olmayan ünsiyyət yoxdur ya da məhduddur. Qucaqlaşmaq kimi yaxın təması sevmirlər. Ekolaliya kimi tanınan müəyyən səsləri daima təkrarlayırlar. Genetik bacarıqlarının inkişafında ləngimə var və bir qrup autistik spektrumla yanaşı epilepsiya da izlənə bilər. Və vardır vakalarım arasında belə bir uşaqlar. Bu uşaqlara nöroloji konsultasyon yaparıq, EEG çəkdiririk. EEG-də patoloji dalğalar tespit edilir və bu uşaqlarda müəyyən zaman sonra epilepsiyalar ortaya çıxır. Laboratoriyasında nə gözləyirik? En önemli 3 faktora fikir veririk. Metilasyon, mitokondriya ve mikrobiyata. Aynı zamanda aldığımız kanda vitamin değerlerini, mineral değerlerini, endokrin sistem göstəricilərinə, yəni hipotalamus, hipofiz, epifiz, tiroid, böyrək üstü vəzi, yəni inkişaf sürəsinə görə və xəstəyə görə istəyirik bu laboratuvar analizləri. Hər kəsdən bütün analizlər istənmir təbii ki. Qanda amin turşuları, sidikli amin turşuları, nəcisdə mikrobiyata düzeyi, histamin düzeyi, qanda laim tespiti, detoks markerləri, yəni ürik asitlər, gamma-glutamin transferaz, A, E vitamini, omega 3, omega 6 indeksi, liki-qaz sindrom göstəriciləri, qidalanma paneli, stres faktoru, hücreli içi ağır metallar, EEG, MRT və QEG analizləri istənilir. İntegrativ təbabət yolu ilə bizim müalicə üsullarımızdan biotənzimləyici terapiya, ortomolekulyar terapiya, psixoterapiya, refleksoterapiya, mikrobiyoloji terapiya, izopatik terapiya, dioterapiya, diyetik terapiya və turşu qələvi balansının tənzimlənməsi, fizioterapiya, fitoterapiya, homeopatiya və osteopatiya xəstədən xəstəyə dəyişir bu müalicə üsullarımız. Yəni bir xəstəyə bütün müalicələr istifadə olunmur. Bu da zaten xəstəyə individual olaraq yanaşma prinsipidir, integrativ təbabətin fərqi. Müalicə prinsipləri az önce saydığımız gibi məqsədimiz nədir? Turşu qələvi və balansını bərpa etmək. Çünki xroniki xəstəliklərdə biz bilirik ki, asitik ortam daha çoxdur. Və dünyada artıq yapılan çalışmalar onu göstərir ki, yaşlanmanı sürətləndirən də məhz qandakı pH-ın asitik səviyyəsi olmasıdır. Toksinlərdən təmizləmək lazımdır birinci növbədə. Otofagiyanı sürətləndirmək, metabolizmanı sürətləndirmək lazımdır. Mikrobiyatanı yenilənmək lazımdır. Çünki bu uşaqlarda hər nə qədər bağırsağında problem olmasa belə, müalicənin prinsipi mikrobiyatanın yenilənməsidir. Yəni normal sağlıqlı olsa belə mikrobiyata yenidən qurulur. İmmun sistem gücləndirilməsi, histamin səviyyəsini düşürtmək, eğer xəstədə varsa allergiya səviyyəsini düşürtmək lazımdır. Endokrin sistemi araşdırılması, eğer həddi buluq ergənlik dönemindədirsə endokrin sistem hormonları istənilir. Hipermetilyasiya,
varsa bunun tespit edilməsi və buna qarşı da tədbir görülməsi. Mitokondriya aktivliyini artırmaq, bağırsaq beyin arasında əlaqələrin yaradılması və neyroplastisitenin inkişaf etdirilməsi müalicə prinsipimizdir. Və bunları bir komanda vasitəsindən işbirliği, sadəcə pediatr deyil, sadəcə bu autistik spektr uşaqlara pediatrik tərəfini mən anlatacağım. Ancaq tək başına pediatr yəni güclü deyildir. Təbii ki, pediatra dəstəkçi olan nevroloji doktordur, psikiatrdır, psixologdur, logopeddir, ergoterapistdir, reabilitologdur. Ailə terapiyası biz bilirik ki, bu uşaqların valideynləri uzun süre bu cür xroniki xəstəliklə uğraşdığına görə artıq yıpranmış vəziyyətdə olurlar. Bir çox artıq müalicələri denədiyinə görə yeni bir müalicə ilə qarşı-qarşıya gəldiyində inamsız və ümidsiz ola bilirlər. O yüzden də mümkün qədər məntiqini işə salaraktan inandırmağımıza çalışacağıq. Hemisferik integrasyon terapiya, pediatrik integrativ yanaşma, elektroakupunktura, transkranial magnetik stimulyasiya, hiperbarik oksijen terapiya müalicənin prinsipidir. İlk başta bir xəstə üzərindən etdiyim müalicəni sizə anlatacağım. Daha sonra xəstələrin öncəki və sonraki videolarını paylaşacağım. Bu Türkiye'den takip ettiğim, izlediğim bir xəstəm idi. Müalicəsi məndə tamamlanıb. 2 yaş yarımından etibarən autizm diaqnozu qoyulub. Mənə başvurduğunda 7 yaşındaydı. 35 yaşında ananın 36 həftəli yəni erkən doğumla əkiz uşaqları dünyaya gəlmişdi və əkizindən sadəcə bir uşağında autistik tespit olundu. Bu uşağın 2800 qram ölçüsü və 46 santim olarak doğulmuştu. Doğulan kimi diğer əkizi sağlam bir şəkildə valideynə təslim edildi. Amma bu uşağımız isə sərbəst oksigenlə nəfəs ala bilmədiyinə görə pozitif basınçlı ventilyasiya uygulandı. Ancaq yenə də apneik olduğuna görə və APGAR şkalasında pediatrik dəyərləndirmədə 5 olduğuna görə uşaq reanimasiyaya alındı. Yəni bu uşağın təməldən artıq bir sorunla qarşı-qarşıya gəldiyi ortaya çıxdı. Yəni bu da yenə ana qarnında bir faktorla üzləşdiyindən xəbərdar edir. Və bu uşaqda hipoksik iskemik ensefalopatiya ön diaqnozu ilə yeni doğan yoğun bakımda 5 ay müddətində yataq rejimində müalicə aldı. Və yapılan müayinədə ultrasonografiyasında 3-cü dərəcədən germinal matriks kanaması tespit edildi. Amma digər əkiz eşi tamamen sağlıklıdır. Bu uşağın şikayətləri mənə gəldiyində diqqət dağınıklığı, hiperaktivlik, agresivliyi var idi. Yaşıtları ilə oyun qurması, göz təması yox idi. Səs və toxunuşa duyarlı idi. Zəif əzələ tonusu, stereotipik davranışlar, obsessiv kompulsiv davranışlar, bədən dilindən heç anlamazdı. Və hər ay, ayda bir dəfə, 2 dəfə bu uşaq üst tənəffüs sistemi və alt tənəffüs sistemi xəstəliyi və bu da allergik problemlərlə qarşımıza gəlirdi. Yəni ayda bir dəfə inhalyasiya ehtiyacı görüldü, bronkial astımı mövcuduydu. Bu xəstəmiz hiçbir şəkildə koopera orientə ola bilmədi və biz bu uşağın fizik müayinəsinə apara bilmədik. Çünki həkim qorxusu var, axalat qorxusu vardı, özünü yerə döyürdü. Zaten aylarla evdən bayıra çıxmaq istəmirdi, sosiallığı yox idi. Çölə çıxanda da bu cür agresivlik sərgiləyirdi. Bu uşağın psikiatrik müayinəsidir. Bilirsiniz, psikiatrda bir şablon var və bu şablona görə yəni algısı, bədən dili, ondan sonra sosiallığı, özünü ifadə etməsi, sağlıq durumu, fiziksel durumu, davranışı bu cür sorğuya əsasən uşağa autizm diaqnozu qoyulur. O sorğuya əsasən də autistik spektr diaqnozu qoyulmuşdu. Ancaq mənim tərəfimdən, yəni integrativ pediatrik yanaşma ilə uşağın
müayinəsi fərqli bir şəkildə aparıldı. Birbaşa uşağın özü ilə müayinə keçirə bilməsəm də fərqli bir sorğulama ilə valideyndən dəyərləndirmə qazandıq. Sağ və sol hemisferanın dəyərləndirilməsini yapdıq. Sağ hemisfera ilk müayinə 49 bal, sol hemisfera testi isə ilk müayinədə 42 bal aldı. Yəni normalda 50 bal və 50 balın üzərindəki uşaqlarda neyroinkişaf geriliyindən bəhs olunur. Bu nə cür aparılır? Bu sorğular, məsələn, uşağın posturu necədir? Duruşu, işte tez-tez yıxılırmı? Koordinasiyası zəifdirmi? Atletikası necədir? Velosiped sürə bilirmi? Əzələ tonusu necədir? Gördüyümüz kimi ilk zaman müayinəyə ilk başladığımızda çox stereotipik davranışları, motor hərəkətlərində yavaşlama, kaba motor çox kötü, aşırı dərəcədə yerində durmayan, kıpırdayan, dürtüsəlliyi olan, göz kantağı olmayan, işarət barmağını kullana bilməyən, səsə qarşı duyarlı olan, yəni autistik spektrin nələr xasdırsa, hər şey əks etdirir. Qaranlıq odada şiddət göstərir. Ondan sonra durduğu yerdə ani duygusal patlamalarla özünü göstərir. Ondan sonra ümumiyyətlə məktəbə getmirdi, bağçaya da getməyib, aşırı hiperaktivdir, dürtüsəldir, takıntılıdır, gedib gəlib eyni şeyləri icra edir vesaire. Bunların üzərindən daha sonra yenə keçəcəyik. Bu uşağın duymasını sorguladıq. Audiografiya yapılmışdı. Audiografiyasında hər iki pera testi normal olaraq çıxdı. EEG'sində isə uyku EEG'sində epileptiform deşarjlar tespit edildi. Kranial MR'ında korpus kallozumda gelişme geriliği, periventriküler simetri T2 signal değişikliği, ventrikulomegali ile karakterize perinatal iskemik hipoksik sekel değişikliği. Aslında bu ventrikular duvarlarda ondülasyon ve bulguların ağırlıklı frontal lobla olması nedeniyle PVL'ye çok periventrikuler sekel değişiklikler grubuna değerlendirilmiştir. Bu tür MR'a sahip olan ve bu tür agresif davranış gösteren, hiçbir psikiyatrik il dərmana tabi olmayan, sadece psikiyatrik değil artık nevrologiyada antiepileptik dərmanlara belə məruz qalmış, üçlü antiepileptik dərman istifadə edən bir vaka ilə qarşı qarşıyaydı. Laboratuvar analizində qanın immunoanalizi normal idi. Biyokimya analizində magnezium 1.96 bizə görə çox aşağı. D vitamin 23, D vitamin bu cür xroniki uşaqda ən azı 80 olmalı. Fol turşusu 20, B12-si 592, homosistein 13. Bu bizə nəyi göstərir? Uşaqda ciddi metilasyon problemi vardı. Ağır metal analizində alüminium və civəsi çox yüksək idi. Amin turşu metabolizmasında lösin, izoleysin, fenolin, triptofan, glutamin və GABA normaldan çox aşağı idi. Hatta genetik analizinə baxılmışdı və uşağı genetik mutasyona bağlı olaraq belə ola biləcəyini və heç bir zaman da düzələ bilməyəcəyi söylənmişdi. Mutasyon isə DNA mikroarray analizində 2Q37.3 bandında 515.8 kilobayt böyüklüyündə delesyon saptanmışdı. Uşaq mənə gəldiyində müəyyən zaman ərzində qazandığı, yəni maksimum qazana bildiyi reabilitasiya bacarığı. Düzgün dayak. Tut bunu. Şimdi kaldır bakalım. Yavaş. 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 Demek ki bu uşağın Güzel. reabilitologu Devam et. Evet. değişdik, Bağışla güvenleyelim ama ergoterapisini olmadı. değiştik. Hadi. Olmadı. Devam et. Devam et. Evet. Hadi bakalım. Çek 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 biraz ipi çek. Çek ipi biraz. Heh. Çek biraz. Çek biraz. Çek biraz. Olmadı. Gel 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 gel. Olmadı. Gel. Çabuk. Gel bakalım. Hızlı. Düzgün düzgün. Badem istiyorsan düzgün. Hop. Hop. Tut bakalım. Şöyle. Biraz gergin. Heh. Hafif beni taşıma. Tut. Düzgün. Bademe kadar. Tut bunu. Şimdi.
Düzgün. Düzgün düşmeden. Düşmeden. Evet. 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 Devam et. Devam et. Evet. Evet. Düzgün. 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 Evet. Hadi bakalım. Barmaq ucunda Hop. gəzirdi. Devam et. Bu Evet. uşağın plantar refleksi də Evet. pozitiv idi hələ də. Evet. Devam et. Hop. Hop. Harikasın ya. Şimdi otur bakalım. Otur bakalım. Otur. 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 Düzgün be. Bu uşaqda müalicəsində nələr yapdıq? Daha öncə sadaladığım gibi turşu qələvi balansını bərpa etdik. Alkalin və qidalanma vasitəsilə alkali qidalara daha çox keçdik. Biz bilirik ki, bəzi qidalar turşu balansını artırır, bəzi qidalar isə daha neytraldır və qələvi mühitini artırır. Ona görə də tek başına müalicə deyil, həm də qidalanmasını dəyişdik. Toksinlərdən təmizlədik. Nə vasitəsilə? Klorella, zeolit, sitroke. Otofagiyanı sürətləndirdik. Ketojenik qidalanma, glutensiz və kazeinsiz bəslənməyə keçdik. Metabolizmanı sürətləndirdik. Bu, qaraciyər metabolizmasının sürətlənməsinə yardımcı olan koenzim kompozitum və ubiquinon kompozitumdur. Mikrobiyotanın dəstəyini yapdıq. Probiotik, prebiotik, mukoza kompozitum və orta zəncirli yağ asitləri vasitəsilə immun sistemi gücləndirib histamin səviyyəsini düşürtdük. Endokrin sistem HPA, aks, kortizol səviyyəsini düşürtdük və tonzilla kompozitum. Hipermetilyasiya var idi uşaqda. Ona görə də yüksək doz B12 və fol turşusu təyin edildi. Mitoxondriya aktivliyini artırdıq. Müəyyən dərmanlar vasitəsilə flavonoidlər, sulforafan və Gunomatrix yardımcı oldu. Bağırsaq beyin arasında əlaqələrin yaradılması, otonom sinirlərin stimulyasiya proqramı və neuroplastisiti vit orqanı neyrapit, cerebrum kompozitum və tonika inyel bu mövzuda yardımcı oldu. Və bu uşağın bizim dəyişdiyimiz təlimlərlə və beyin balansı proqramı ilə daha mürəkkəb bir proqrama girdi uşaq. Və bu beyin balansında sağ və sol beyni oyandırmaq üçün xüsusi eynəklər hazırlanır və bu eynəklər bir zaman, yəni günün belli bir zamanı sağ göz kapatılır, sol gözlə informasiya verilir. Müəyyən zaman sonra isə tam tərsinə sol göz bağlanır, sağ gözdən informasiya verilir. Sadəcə bağlamaq deyil, müəyyən şüalar da verilir. Yüksək frekanslı şüalar və bu müalicəmiz ərəfəsində 5 ay sonrasındakı EEG kontroludur. 1 saatlıq uyku uyanıqlıq EEG'si normal sınırlar içərisində olub epileptik anormalliyə rastlanmamışdı. Hansı ki, epileptik deşarjlar tespit edilmişdi. Bu uşağın görüntüsüdür müalicə zamanı. Artıq algısı açılmışdı. Bacısı məktəbə gedirdi və özü də artıq öz çantasını və ayaqqabısını tanıyır və hər səhər bacısı ilə bərabər bacısı evdən çıxanda özü də öz əşyalarını qapının yanına qoyurdu. Rüzgarın MRT'si 2 il sonraki MRT'si bu tamamen normal sınırlarda olan servikal MRT'den bəhs edib. Bu MRT 2 dəfə çəkilir çünki doktorlar öz gözünə inanmamışdı və 3 doktor, radioloji doktor imza atıb, oysa ki əvvəlki MR-da sadəcə bir radiolog rapor etmişdi. Çünki yəni PVL-nin keçməsi, hipoksik iskemik ensefalopati səkərinin keçməsi, qanama ocaqlarının kaybolması bu təbii ki görülən və beklenen bir durum değildi. Və bu uşağın bizim müalicə sonrasındakı reabilitasiyada yəni hansı ki düz yerində sərbəst gəzə bilmirdi,
koordinasiyası zəif idi, göz təması yox idi, incə motor və kaba motoru işləmirdi və o ergoterapiya ilə, fizioterapiya ilə və müalicələrlə bu səviyyəyə gəldi. Yükseklikten korkusu var idi. Yani yüksek plakana çıxa bilmirdi. Və bu uşaq çölə çıxa bilmirdi, təhlükənin fərqində değildi, özünü maşın altına atırdı və ona görə də məcbur bir şəkildə valideynlər hərəsi bir əlindən tutub çöldə gəzərdilər. Ancaq bu isə müalicədən sonra artıq çöldə sərbəst gəzir və əlindən tutmadan, kimsə əlindən tutmadan. Üzr istəyirəm. Və müalicə sonrasında bu uşaqda yenə sağ və sol hemisferanın dəyərləndirməsini keçirdik. Sağ hemisfer testi 17, sol hemisfer testi 28. Yəni sağ beyin 49 baldan 17 bala düşüb. Yəni sağ beynin bu nəticəni almamız, yəni 20 balın altına düşməyimiz artıq autistik spektr pozuntusundan çıxdığı anlamına gəlir. Zaten psikiatr da artıq rapordan çıxartdı, autizm raporundan çıxartdı. Amma akademik anlamda hələ də 20 balın üstündəyik. Yəni sol beyində biraz ləngimə var. O da dinlik inkişafı hələ tam sərbəst danışa bilmir. Müəyyən sözlər söylüyor, anlayır, bədən dilini istifadə edir, komandaları icra edir. Ancaq hələ yazı da yazır, hərfləri tanıyır, rəqəmləri tanıyır, amma sərbəst danışa bilmir. Məhz sərbəst danışa bilmədiyinə görə də bu uşağa Auto-Train Brain proqramına saldıq və bu proqram vasitəsilə beyində polarizasiya yaradır. Rəsmin sol tərəfində də gördüyünüz kimi artıq maça gedir, böyük auditoriya qarşısında yəni özünü apara bilir, sakit əyləşir və qorxmur, sosiallığı da var, iletişim də sağlayır insanlarla. Bu Türkiyədəykən müalicə sonrasında görüşümüzdür. Bu uşağı müalicəsini bitirdik. Sualları daha sonra alacağım və digər pasiyentlərimə, yəni eyni müalicə üsullarından istifadə edib və nəticə gördüyüm xəstələrimizi paylaşacağım. Ne yapıyorsun Ekin? Ne oldu? Evet, tam kapanmıyor. Kutusuna koyunca üstünde duruyor. Deneyebilirsin. Evet. Ben sana yardım ederim. Bak. Bunun da kutusuna koyunca kapağı üstüne koyuyorsun. Bu da öfke kontrol pozuntusu olan bir uşağıydı. Eyni zamanda autizm, danışığı yox idi, danışmırdı, sosiallığı yoxdu, uşaqlarla oynamır. Sadəcə tək başına öyrətmən tək başına bu uşaqla məşğul olur.
Çünki qrupda başqa bir uşaq görəndə çox aqressivlik göstərir. Bu da müalicəmizdən sonra Efendim, Kuzum, babacığım. canım kuzum. Seni ne yapıyorsun? özledim. Ben de seni çok özledim. Miau. Miau. Seni Miau, çok miau, özledim. miau. Miau, miau, miau. Bye bye. Teşekkür ederiz. artıq danışığı da var, sosiallığı da inkişaf etdi. Diğer kızımız Bakalım topunu. Aferin. Yenisi geldi. Aldım topumu. Bastırman lazım Defne üstüne. İçine düşsün hadi. Evet seni bekliyorum. Yenisini vereceğim hadi. bu uşağı da evdən bayıra çıxarda bilmirlər qətiyyən. Çevrənin fərqindədir, algısı açıqdır, amma nitq inkişafı geridir, nitqi yoxdur və bu uşağa autizm diaqnozu qoyulub. Ancaq daha çox içə kapanlıqdan şikayətçi idi valideyni və bir anda öfkələnən bir uşaq. Evdən bayıra çıxmaq istəmədiyinə görə də hər şey istəksizdir və ona görə də saatlarca ağlayıb gözü başına bu cür şəkilə sala bilir. Və bu da müalicədən sonra artıq xoş bir əhval-ruhiyyəsi var və idmanlara sevərək gedir. Dərslərinə sevərək girir. Aferin sana güzel kızım benim. Geldi. İşte bu. Çok güzel. Evet. Hepsini değil. Hepsini değil. Bir tane. Bir tane alıyorsun. Al bir tane ben vereyim sana. Tamam bir tane. Aldım. Sen şimdi. Artıq danışıq da Bakalım topunu. formalaşır. Bu uşağımız da autizm deyil, ancaq digər sağ beyin pozuntusu ilə gedən xəstəliklər sırasında olan yaygın inkişaf gerilikli bir uşağımız idi. Bu uşaqda yenə hər şey ləng, yəni oturması, dönməsi, əməkləmə, zaten əməkləyə bilmir bu uşaq. Ayaq üstə də dayana bilmir. Hipotonus ilə doğulmuşdu. 3 yaşı vardı. Algısı çox yavaş, ləng, yəni anlama qabiliyyəti 5 dəfə deyəndən sonra anlayır. Çox inkişafı geridən gedən bir uşaqdır və tək başına oynayır, iletişim, qarşılıqlı dialoq qura bilmir, qarşılıqlı oyun qura bilmir. Kesin diaqnozu məlum deyil bu uşağın, amma yanaşmamız və fizioterapiya ilə yeni videosunu əldə edə bilmədim, ancaq bundan daha yaxşı gəzir deyir valideyni. Bu uşağımız da 6 yaşında. Hər axşam sanki bu uşağı budilnik kimi qurursan, hər axşam 6-dan sonra evin içərisində fır-fır fırlanır. Və səbəbsiz qaçır. O dərəcədə qaçır ki, yorulub daha sonra yuxuya gedir. Və bu uşaqda da mikrobiyata testi yaptırdıq. Bu testin nəticəsində uşaqda ciddi parazit çıxdı. Parazit müalicəsini etdik və müalicə sonrası kakasında bu cür görüntülər təsbit edildi. Və uşağın görünüşü bu. Alihan. Yazması, oxuması da yox idi və müalicə sonrası artıq 1-ci sinifə gedir. Harika çizdin ya. Şimdi ben buraya bir içine anahtar çiziyorum. Bak bir tane daire ve çubuk. Ama ucunu çizme. Tırtıklı uçları da. Ucunu çizme. Niye? Çünkü Honda'nın bu Honda ya. Honda'nın aslı ucunu yoktu. Evet çok güzel, ikisini de bağımsız çizdi o. Yəni artıq rəsm çizir,
qarşılıqlı dialoq qura bilir. Bu uşağımızda əməkləməsi yox idi, dönməsi yox idi. Primitiv refleksləri çox geri idi. Müalicədən 3 ay sonra bu isə müalicədən 6 ay sonra artıq iməkləyir. Hal-hazırda da artıq sərbəst tutub gəzir. Yəni əzələ inkişafı, əzələ tonusu bayağı bir irəliləmiş durumdadır. Bu da Azərbaycanda mən yeniyəm, bilirsiniz ki, və bu xəstəmi, pasiyentimi mən keçən il, bir il öncəsində qəbul etdim və birbaşa valideynin öz dilindən dinləmənizi istəyəcəm. Mən Jalə Əhmədova, Məhəmməd Əlinin valideyniyəm. Oğlum hal-hazırda 5 yaşındadır. 1 yaşından etibarən oğlumun inkişafında ləngimələr hiss etdik. Göz kontaktı yox idi, adına reaksiyası yox idi, sevinç hissi, ağlama hissi, bunlar heç biri yox idi. Biz bir çox mərkəzlərdə, bir çox həkimlərin qəbulunda olduq. Oğluma autizm spektr diaqnozu qoyuldu. Ancaq bütün müalicələr heç bir nəticə vermədi. Ondan sonra bir valideynin tövsiyəsi ilə biz bioloji təbabət müalicə, inteqrativ müalicə mərkəzində Lalə həkimin qəbulunda olduq. Lalə həkimin müalicəsindən, yanaşmasından sonra oğlumda müsbət irəliləyişlər əldə elədik. Göz kontaktı, adına reaksiya, bütün davranışlar müsbətə doğru dəyişdi. Ondan sonra oğlumun bir böyük problemi də qəbizlik problemi var idi. Lalə həkimin müalicəsinə əsasən oğlumun qəbizlik problemi də tamamilə aradan qaldırıldı. Bunun üçün mən bir ana kimi çox xoşbəxtəm. İlk öncə mən bioloji təbabət inteqrativ müalicə mərkəzinə, sonra da həkimimiz Lalə Nəsirovaya böyük minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar ki, oğluma bu diaqnozun götürülməsində əllərindən gələni əsirgəmədilər və mən ana kimi təşəkkürümü bildirirəm və çox xoşbəxtəm. Bütün valideynlərə də doğru mərkəzlərə, doğru həkimlərə yönəlməyə dəvət edirəm. Lalə həkimi və bioloji inteqrativ müalicə mərkəzini seçmələrinə dəvət edirəm. Əmin olun ki, heç bir şəkildə yanılmazsınız və mən valideyn kimi siz də hər zaman sevinc əldə edərsiniz. Təşəkkür edirəm. Çox sağ olun. Dur sizi öpürəm. Bütün pasiyentlərimdən sonda yəni müalicəyə başlayanda inşallah özü təşəkkür edər bilinci ilə müalicəmizi başladıram və sonda da öz pasiyentimizin öz dilindən təşəkkürü duymadığım sürəcə bu pasiyentimi buraxmıram. Eləcə də Rüzgar ismindəki pasiyentim, o şəxsən özü artıq yaxşı bir dil və nitq inkişafına sahib olduqdan sonra o pasiyentimi buraxacağam. Bu da digər pasiyentimiz, yenə Azərbaycanlı. Xoş gəlmisiniz Aydan xanım. Hidayətin ikinci mərhələsi üçün görüşürük. Nə cür dəyişikliklər var? Hidayətdə çox dəyişiklik var, çox şükür. Yəni anlama qavramasında, nitqində fərqləri var. Cümlə qurmasında, özünü izah eləməyində, ünsiyyətə girməyində fərq var. Yəni adi parka gedirik, uşaqlar oynayır, yanlarına gedir. Əvvəl heç bir reaksiya yox idi, sadəcə öz üçün oynayırdı. Yəni bizim ilk diaqnozumuz əqli gerilik oldu. 2 yaşında həkimlər, patoloqlar əqli gerilik diaqnozu qoyuldu. Sonra inkişaf geriliyi dedilər. Ən axırda autizm spektri. Hal-hazırda 4 yaşı var və 2 ildir diaqnozu var. 2 ildir, bəli. Yəni DNV testi olundu, autizm spektr testi olundu. Bunların hamısına dedilər ki, təsdiqləndi autizmi. Çox nevropatoloqlara gəzdik, müalicələr olundu. Həmin o müalicələrdə məsəl üçün 2 aylıq kurs yazırlarsa, onun sonuna yaxın uşaq yenə geriliyirdi, yenə krizlər olurdu.
takıntıları çox Nə cür idi. krizlər keçirdirdi? İndi dinləyən valideynlərə də bunu söyləyə, onlar da fərqinə varsınlar. Əsasən o özü üçün oynayırdı və oyuna yaxınlaşan zaman ki, onunla oynayım deyə onu refleks olaraq əsəbləşib məni itələyirdi, oyuncağımı sındırırdı. Tək oynayırdı. Bəli, tək Asosial idi. oynayırdı. Parka Bəli. falan götürdüyündə Parka gedirdi, amma çox uşaqların yəni oynamırdı. ki, hə, özü üçün, ancaq özü üçün heç bir uşağa reaksiya yox, sıfır reaksiya. Özü üçün oynasın, özü üçün qumda oynasın. Əsasən də oyuncaqları dağılanda, sınanda krizləri çox olurdu. Nəsə düzəldirdi, körpü dağılırdı, kriz keçirdi. Bəli, krizi də özünə xətər yetirməkləri olurdu. Özünü əsasında başına döyməyi, vurmağı hirslənirdi. Yəni sakitləşməsi çox çətin olurdu. Sanki bıçaqla da özünə Bəli, xəsarət bıçaqla edəcək. hətta 2 dəfə bıçağı əlinə alıb, yəni anlamadı onun nə olduğunu dərk eləmək üçün gözünə tərəf aparılıb. Yəni təsadüfən onu görmüşəm və əlindən almışam. Yəni Və çölə falan çıxanda təhlükənin fərqində idi. Özünü yox, maşının altına maşın yoluna qaçırdı. Heç nədən, yəni dərk eləmədi. Dünyadan bir xəbər bir insan idi, belə deyim. Yəni bayıra Sağlamlıq çıxırdıq, problemləri var idi. Necə? Hansı sağlamlıq problemləri var idi? Valla doğulandan çox sağlamlıq problemi oldu. 25 gün sarılıq keçirdi, əmgəyi genişlədi, gerilədi. Həkimlər hətta uşağımın 50% geri olduğunu dedilər. Yəni 8 aylıq uşaq 4 aylıq uşaq kimi idi. Yəni inkişafı o dərəcədə geri idi. Ayaqlarında çanaq sümüyündə inkişafı geriləmişdi, dayanmışdı. Yəni çox müalicələr keçdik. Əsasən də həkimlərin çoxusu sarılıqla əlaqələndirdilər ki, yəni beynindəki problemin, autizmin təməl nöqtəsi kimi, yəni sarılıq uzun müddətli olduğu üçün. Yəni belə diaqnozların əsas mənbəyi sarılıq idi. Mən də əslində Hidayəti dəyərləndirəndə bu prinsip üzərində dəyərləndirdim. Yəni hər autistik uşaq bilirsiniz də, yəni autizm olmaya bilər və autizm spektr adı ilə gələn uşağın da hər sağlamlıq problemi ola bilər. Hidayətin də zaten öz keçmişində, hekayəsində belə inkişaf gerilikli böyüyürdü. Yəni hər inkişaf mərhələsində bir inkişaf gerilikli ilə qarşımıza çıxırdı. Dediyiniz kimi ciddi bir sarılıq mərhələsindən keçib bu çanaq oynağında problemlər yaranıb, ciddi vitamin çatışmazlığı olub, metabolizma problemləri olub və yaşına görə geridən inkişaf edib. Və biz əslində uşağın bu problemləri üzərində başladıq yola çıxmağa. Bəs hansı müalicələrdən keçib bizə qədər? Sizə qədər ən çox nevroloji müalicələr olub. Yəni pediatrik müalicə olub, amma belə deyim də tək-tük hallarda olub. Yəni vitaminlər ən çox içib, amma sırf belə bağırsaq müalicəsi və yaxud da digər orqanların müalicəsi elə olmayıb. Sadəcə vitaminlər çox olub ki, yəni iştah açılsın, yemək yesin, D vitamini, kalsi çatışmazlığı olduğuna görə, anemiya olduğuna görə. Yəni bu cür müalicələr almışıq 2 aylıq, 3 aylıq. Anladım. Yüzdə nə qədər dəyişiklik görmüsünüz o müalicələrdən? O %20-30 bəlkə də olar, olmaz. Elə. Yəni az-maz fərq olurdu. Həm də ümumiyyətlə çox yeyən uşaq deyil, iştahsız uşaqdır. Amma çəkisi də elə ona görməyə başladı. Keçirdik. Öyrədəndən sonra təkrar o diaqnoz qoyulan mərkəzə gedib, o üzərindən damağını götürür. Sizə də yəni bundan sonraki tavsiyəm, harda ki sizə autizm spektr diaqnozu qoyulub, oraya gedib təkrardan çünki bilirsiniz də bu diaqnozu pediatr məsuliyyəti yoxdur o diaqnozu qoymağa. Amma varsa onu çıxardırsa, yenə də artıq siz autizmdən çıxdınız da deyə bilmir. Ona görə də bunu isbat edəcək təkrar son qərarım ya bu və psixiatrdır. Yəni onların denetimindən keçəcək və o diaqnoz üzərindən qalxacaq. Hidayətdə bundan sonraki düzəltmək istədiyiniz yeridir. Bunun üçün klinik inkişafı üçün lokopedlə davam etməliyik. Bir də bağçaya getirmək. Bağça? Yox. Anladım. Artıq məktəbə qədər dönəm var. Məktəbə qədər dönəmdə hazırlaşdıran müəllim yanına qoya bilərsiniz. Çünki məsələn yazını bilir, rəsm də çizir. Məsələn, inanıram ki, hərfləri, rəqəmləri qısa bir zamanda da olar. Çoxlu ünsiyyət lazımdır.
çoxlu ünsiyyət çox və lazımdır. bəli, yaşıdları ilə də oyun oynamaq və çevrəsində sürekli bu uşaqla danışdıran, eyni dildə danışan uşaq lazımdır. Ancaq bu şəkildə uşaq yaşıdlarına hızlı bir zamanda İstəyirik çatır. inşallah bağça siz demiş istəyirik. Yəni qoyaq ki, daha da nitqində irəliləyiş olsun. Bəli, yəni o yaxşı olar. Bağçanı düşünün, məncə narahatçılıq olmayacaq. Yəni bağça müəllimi də bu uşaqda problem var, normal sağlıqlı uşaqlarla bir arada olmasın da deməz. Yəni bir ara getmişdi bağçaya 2 aylıq, amma onda da çox yenə kənarda qalırdı. Heç bir ünsiyyəti olmurdu. Yəni o Bağçadakılar da biraz çox öz-özünə buraxdılar deyə geriləməsi daha da artdı. Baxın ki, geriləyir. anladım. Amma artıq yəni kaynaşma ola bilər, yaradıla bilər. Çünki özünü bildirir, yəni ehtiyaclarını söylüyor. Ondan sonra məncə verə bilərsiniz bağçaya, artıq gedə bilər. İnşallah. Çox sağ olun. İnşallah. Sizin bizə söyləmək istədiyiniz. Mən sizə çox minnətdaram ki, uşağıma düzgün diaqnoz qoyub, düzgün müalicə yolunu bizimlə irəlilədiniz. Bizə yönəltdiniz, nəyi necə etmək lazım olduğuna dair. Savadınızla, biliyinizlə, yəni ki, aydınlatdınız bizi. Ümidimiz yox idi, ümidləndik, çox şükür. Yəni, Çox şükür. İnşallah ki, bundan sonra da müalicəmizi bitirək. Sağlıqla, hələ ki ikinci mərhələdəyik. Sağlıqla başa çatdıraq və yollarımızı ayıraq. Bizim də məqsədimiz odur. Hala yeni bebeğiz. Danışığı yox idi, artıq danışır. Xoş gəlmisiniz Aydan xanım. xoş gəldiniz. Hadi. Hala yeni bebeğiz. Bu da diğer pasiyentimiz, yine Azerbaycan'dan. Bu uşaq her zaman ekran karşısında bu tür fırlanır. El hareketine ve davranışlarına fikir verseniz normal olmadığını göreceksiniz. Ancak valideynler bunu eğlence gibi düşünürdüler. Yani normal kabul edip eğlence gibi düşünürdüler. Baxa, acaba. Baxa. Yo, 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 yo. Oy, çabuk. Əlümə. Bax. Hoppa. Patladı. Aferin. Bu görüntü mənə qədər ki psixoloqdakı müayinəsidir. Bir de parmağına, şehadet parmağına nereye bak. Bak. Ay Allah. Ay kapı çıkıyor. Aferin de kaç çek. Bak, buradan kaç çek, buradan kaç çek. Bir. İki. Amma zaten bu uşaqlara ekranı, televizora, planşeti qadağa qoyuruqsa, nə dərəcədə onları oyuna cəlb etmək üçün telefonla oyun göstərmək doğrudur. Buradan ən çox da mesaj vermək istədiyim odur. Sadəcə 1 dəqiqə, 2 dəqiqə sakit dayanmağı üçün telefonundakı oyunlara cəlb edə bilərik. Ancaq bu uşağın zehni inkişafı üçün düzgün metod deyildir. Və bu bizim müalicədən cəmi 1 ay sonra belə bir video göndərdi valideyni ki, uşaq sakinləşib, uşaq artıq səhnədə dayanıb və məşqlərə qatıla bilir. Yəni bu bayram olmadan öncə məşq keçirildi və məşqdə də səhnədə dayanıb komandaları icra edə bildiyinə görə valideyn çox duyğulanmışdı.
Yani sağlıklı uşaqlardan artıq seçilə bilmir. Bu da bizim görüşümüz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Həm sayır, həm də yazır. Kapı yumru, kapı yumru. Kapı yumru. Yəqin axıran demək istəyir. Yok, orada mesele ne değil. Esas mesele uşaq bu sualın cevabını verir. Ən azından bəli onu düşünürəm ki, Bu sualın cavab cevabını verir. Ben fərq etmir kim olacak. Yani ben bunu olacağım. bəli cavab verir. Evet. Maşallah. Yani o kadar... Əli Ömər nə yazdın ora? Verirse sualın fərq Rəqəmləri yazdın. Göster görüm oraya ne yazmışsın Əli Ömər. Nə yazdın? Göster oğlum. Rəqəmləri yazdın. Göster görüm. Bak göster görüm. Bura ne yazmışsın oğlum? Ne yazmışsın? 5. Aferin misin? Kapı. Kapı çekmişsin. Ha, kapı çekip de. Artıq gedir, bizə dualarını edərək gedir. Ebele duru ilham et. İsana yani amin sana. Dilimdeki. İleriki günü aç. Amin. Amin. Ay maşallah maşallah. Kapı karıştı. Öpücük göndər Əli Ömər. Doktorunu öpeceğim. Öpücük göndər. Aferin sağ ol. Sizi Sizin çok severim. Bu uşaq, yəni eyni Əli Ömər, Sumqayıtda tədbir keçirilib, təbiət ilhama çağırır məni rəsm sərgisində iştirak edib və birinci yeri tutub. Çox gözəl əl qabiliyyəti var və rəsm çəkir. Bu da dünyadakı mənim öncül örnək aldığım integrativ tipdəki məsləkdaşlarımızdır. Ən başda olan Leaky Brain-dən bahs edən Dr. David Clark, yəni keçirgən beyin sindromunu kəşf edən doktordur. Dr. David Permuted beyin mikrobiyom eğitimini aldığım profesör nevrologdur. Dr. Mallory Johnson integrativ pediatrdır. Dr. Alessio Fasano Leaky Gut sindromundan bəhs edən integrativ pediatrik gastroenterologdur. Dr. Paul Thomas integrativ pediatr və yenə Dr. Robert Melillo integrativ nevrologdur. Söyleyəcəklərim bugünlük bu qədər. İnşallah çox sıxılmamışsınızdır və suallarınız varsa ala bilərəm. Axşamınız xeyir Lalə xanım. Salam Yeganə xanım. Çox sağ olun, maraqlı məlumatlarınız üçün. İnşallah çox sayda xəstələrə şəfa verərsiniz. Yəni bu cür əziyyət çəkən valideynlərə kömək etmiş olarsınız. 5 yaşlı belə bir sual var. 5 yaşlı uşaqda tiklər var. Necə müalicə etmək olar? Tiklər, məsələn, orada da sağ beynin disfunksiyasındakı xəstəliklər qrupunda yazmışdım. Tourette sindromu. Tourette sindromuna bağlı ola bilər, əgər o sindromdursa, amma deyilsə, tiklər əslində bir epileptik dalğaları göstərən simptomdur. Yəni, uşağın mütləq EEG və nevroloji müayinəsi olması mütləqdir. Bağırsağa bağlı test dedikdə nələri nəzərdə tutursunuz? Yəni bu fərqli bir müayinədirmi? Bəli, bağırsağı test etmək demək, keçirgən bağırsaq sindromu, yəni Leaky Gut sindromundan sorumlu olan bəzi analizlər var. Məsələn, kalprotektin, zonulin bağırsaqdakı inflamasiyanı göstərir, qaranlıq sahə mikroskopiyası, ondan sonra nəcisin mikrobiota analizi, bunları istəyirik. Və burada biz sağlıqlı bakteriyalarla sağlıqsız bakteriyaların balansına baxırıq. Və sadəcə bakteriya deyil, ortamda parazit varmı? Normalda parazit var, amma kötü patogenliyə sahib olan parazitlər, patogenliyə sahib olan mantar, göbələklər varsa,
Bu da uşaqda bağırsaq beyin aksında pozulmağa səbəb ola bilər. Ona görə də öncəliklə bu bağırsaq mikrobiyatadan çalışma yapılır. Lalə xanım, özüm sual verim sizə. Bir-iki hələ ki sual yoxdur. Yəni nə qədər müddət çəkir orta hesabla müalicələri, yaxud ilk yaxşılaşmanı nə qədər müddətdən sonra gözləyirsiniz? Xəstədən xəstəyə dəyişir. Bu suala konkret cavab vermək çətin olar. Xəstənin yaşı da çox önəmlidir, cinsi də çox önəmlidir. Erkək uşaqlar daha bir aqressiv gedirlər, yəni gec cavab verə bilirlər. Təxminən neçə yaşda yaxınlaşsalar, yaxud neçə yaşa qədər yaxınlaşsalar daha tez effekt alınır, daha yaxşı effekt alınır. Bilirəm, konkret olsa cavab vermək olmaz, amma təxmini də, yəni. Dəyişikliklər görülür. Səsiniz gəlmədi. 3 aylıq müalicə sonrası, yəni bağırsaq müalicə sonrası dəyişkənliklər görülür. Amma yaxşı nəticə 6 ayla 9 aydan sonra görülür. Bir də neçə yaşa qədər müraciət etmələri daha vacibdir? Həddi buluğa çatma yaşına qədər müraciət etsələr daha yaxşı olar. Bir də Lalə xanım, bu deməli autizm spektri ilə autizm xəstəliyinin özü fərqlidirmi? Bunu bilmək istəyirəm. Yəni Bəli, onlar ayrı-ayrı diaqnozlardırmı? Gerçək autizm genetikdir. Mən slaydımda da göstərmişdim. Çox zaman genetik mutasiyaya bağlıdır autizm xəstəliyi. Amma autizm spektrumu isə bugün danışdığımız bütün mövzu autizm spektrumunun üzərində idi. Yəni epigenetik təsir, ananın hamiləlik keçirmə müddətinin nə cür başa çatdırmağı, ananın özünün sağlıq durumu, istifadə etdiyi dərmanlar, uşağın psixoloji durumu, ondan sonra uşağın mikrobiyatası, bu kimi faktorlar uşaqda sağ beyində disfunksiyasına və o da sonda autistik spektra gətirib çıxarda bilər. Amma bunlar hər şey normal, yəni bu sadaladığımızın heç bir şey yox. Dörd dörtlük bir mühitdə sağlam bir şəkildə böyüdülən uşaqda da autizm varsa, autistik simptomlar varsa, o uşaqda genetik araşdırılmalıdır. Çünki gerçək autizm ola bilər. Bir də bunun, yəni 9 ay müddətinə əgər yaxşılaşma əldə olunursa, bu çox yaxşı nəticədir, mən düşünürəm. Yəni çox uzaq bir müddətdə deyil də. Bəli, Yəni məsələn, mənə müraciət edən uşaqların 7-8 yaşında olan uşaqlar 2 yaşından, yaş yarımından etibarən həkimdədirlər. Yəni 6 il, 5 il həkimlərdə olan uşaqlardır. Belə bir sual gəldi. Daha doğrusu sualın yəqin davamıdır. Tiklərdə bəzən EEG-də paroksizmal dalğalar və ya spaykalar izlənilir. Ancaq klinik olaraq qıcolma yoxdur. Bu halda antikonvulsant təyini uyğundurmu? Onu mən qərar verə bilmərəm. O birbaşa nevroloqun qərarıdır. Dərman qəbul edilməsi, antiepileptik dərmanın ehtiyacı bu nevroloqundur. Ancaq bunun səbəbi nələr ola bilər? Yəni tikin bu beyindəki dalğa pozuntusunun pediatrik olaraq uşaqda sağlamlıq problemi varmı? Onu araşdırıb ortaya çıxardıb onun müalicəsi ilə məşğul ola bilərik. Və elə bir uşaqlarda var, F sendromlu ve sendrom diaqnozundan və epilepsiya diaqnozundan çıxartdığım pasiyentlər var. Hansı ki, bu uşaqların da yenə altda yatan ciddi metabolizma problemləri olur. Metilasyon problemləri, qaraciyərdə detoksifikasyon problemləri, vitamin çatışmazlıqları. Bu uşaqların altda yatan problemlərini çözdükdən sonra o tiklərdir, epileptik atmalardır. Onlar zamanla kəsilir və nevroloq özü öz imzası ilə antiepileptik dərmanı kəsir.
tək autizm spektri olanları yox və ya digər uşaqları da, məsəl üçün digər mədə-bağırsaq problemi olanları da qəbul edirsinizmi? Bəli, mən ümumi pediatr olduğuma görə 18 yaş altı bütün xəstəliklə sahib olan uşaqları qəbul edirəm. Sadəcə nevroloji deyil, məsələn, psoriazisdən çıxartdığım xəstəm var. Bronxial asmadan sağa 8 il bronxial asmalı olan uşaqlar var, hansı ki ikizdilər. İkisində də bronxial asma var idi. Onları bir il müalicə ilə bərpa etdik sağlamlığına. Yəni inteqrativ yanaşmada sadəcə bir xəstəlik üzərindən gedilmir. Məqsəd bədənin sağaldılması, məqsəd sağlamlığın bərpa edilməsindən söhbət gedirsə, o açarı tapdıqdan sonra zaten nə xroniki xəstəlik varsa o bədəndən uzaqlaşır. Aha. Autizm genetik nə ilə təsdiq olunur? Yəni genetik autizmdirsə nə ilə təsdiq olunur? Həm uşağın, həm də valideynlərin genetik analizi ilə. Özəlliklə Whole exon sekansda. Bioloji təbabət klinikasında varmı belə bir imkan? Bəli, var. Diaqnoz üçün. Bəli, Yəni var. Afkin Genetik Mərkəzində Afgenetik, yoxlanılır. bəli, Afgenetik mərkəzimiz var. Afgen genetik Genetik. analizlər çox bəli dəqiqdir, güvənirik və dünyada da təsdiqlənir. Belə bir sual gəlib ki, bioloji təbabət klinikasında qəbul edirsiniz xəstələri. Günlərinizi xahiş edirəm vurğulayın, doktor. Mən hər gün səhər saat 10-dan axşam 5-ə qədər klinikadayam. Amma bir həftənin 3-cü günü Göyçay filialında, bir həftənin də 5-ci günü Masallı filialında oluram. Yəni həftədə bir dəfə bölgədə oluram. O da bir həftə Göyçayda, bir həftə Masallıda. Aha. Bir də doktor telefonunuzu deyin, yazım, sonra davam edək. Aha, 051 Aha, 947 47 30 30 64. 30 64. Doktorun telefon nömrəsini yazdım. Yəni kim müraciət etmək istəyərsə əlaqə saxlayar. Yəqin özünüzlə əlaqə saxlamaq mümkündür də. Yaxud da bioloji təbabət klinikası ilə əlaqə saxlaya bilərsiniz. Bəli. Maraqlanan həkimlərimiz bu çalışmalar nəyə dayanır? Hansı məqalələrə əsaslanaraq bu bilgilər paylaşılır? Hansı müalicələrə əsaslanaraq dünyada yerini, təsdiqini tapmış müalicə metodları hardan götürülüb, qaynaq istəyənlərə birbaşa mənim əlaqə nömrəm vasitəsilə əlaqə yaratsınlar, onlara paylaşa bilərəm. Aha. Psoriazın müalicəsi haqqında biraz zəhmət olmasa, psoriazda yanaşmanız. Psoriazda hər nə qədər dəri xəstəliyi kimi düşünülsə də və dəri müalicəsi gedilsə də, əsas dəri mikrobiotasındakı olan disbalans bağırsaq mikrobiyota pozuntusundan ortaya çıxır. Necə ki, bu autistik spektrdə patofiziologiyadan bəhs etdim, keçirgən bağırsaq sindromu, keçirgən beyin sindromuna səbəb olur və beyində iltihaplaşma yaradır. O cümlədən də keçirgən bağırsaq sindromu dəridəki dəri keçirgənliyinə səbəb olub, dəri mikrobiotasının pozulmasına gətirib çıxardır. Ona görə də bu xəstələrdə birinci müalicə bağırsaq mikrobiotasına yönəlikdir. Yəni nədir? Əksik olan bağırsaq bakteriyaları, məsələn, Lactobacillus, Bifidobacterium və yaxud da bunların hansı suçları çatışmırsa, bunları bərpa edirik. Sadəcə bakteriyaları verməklə deyil, bu probiotiklərin öz qidasını da göndəririk, yəni prebiotikləri də göndəririk. Eyni zamanda prebiotiklərlə bərabər qısa zəncirli yağ asidləri və orta zəncirli yağ asidləri ilə dəstəkləyirik. Ən çox bunlar sulu, sızma yağ şəkildə verilməlidir xəstələrə. Və ağır metallardan mütləq bir şəkildə ağır metal detoks Soçek vasitəsilə aparırıq və yaxud da saçdan ağır metal testinə baxılır. Ağır metallar varsa bunları detoksu edilir. Ən birinci növbədə arındırmaq, yəni toksinlərdən arındırmaq, mühiti qələvləşdirmək, qandakı mühiti qələvləşdirmək,
mikrobiyotanı iyiləşdirmək, varsa parazitlər, məsələn, mənim psoriazisdən müalicə etdiyim pasiyentimdə parazit var idi. Paraziti də müalicə etdik və uşağın qismət olsa paylaşaram görüntülərini, yəni saçdan ayaq barmağına qədər bütün hər yerində sədəf döküntüləri var idi. Tamamilə sağlam bir dəri ilə bərpa edildi. Hansı ki, dəfələrlə dermatoloji müayinələrlə keçib və dəfələrlə fərqli müalicələrdən keçib, ancaq heç kim bu müalicənin bağırsaqda ola biləcəyini söyləməmişdi. Düzdür, doktor. Dəfələrlə bioloji təbabət klinikasında çox ağır psoriaz xəstələrinin şəfa tapdığını, yəni uzun müddətli remisiya əldə etdiyini dəfələrlə rastlaşırıq, görürük. Yəni ağır vəziyyətdə olan xəstələri. Sizin klinikada helmintlər nəcisdə PCR ilə yoxlanılırmı? Varsa qiymətini yazın. Qiymətini öyrənərik, amma bilmirəm mən. Bizdə yapılır, olunur analizlər. Ancaq hər zaman bu başarılı olmur. Yəni, nəcistəki analizlər hər zaman nəticəni göstərmir. Ona görə də biz xüsusi bir fərqli mikrobiyata dediyimiz analiz var. O mikrobiyata analizində və BRT analizində təsbit edirik. Helmintləri mi, doktor? Helmintləri soruşur. Bəli, bütün parazit növləri. Bir həkim bildirir ki, icazə verin bu məlumatı verin, videonun zapisini səhifəyə göndərə bilərsinizmi soruşur. Bioloji təbabət klinikasının YouTube-da integrativ tip kanalı var. YouTube kanalı, integrativ tip yazırsınız. YouTube kanalı açılır, orada abunə olursunuz. Abunə olandan sonra ana səhifədə bütün videolar ora yerləşdirilir. Yəni mühazirələr, webinarlar. Lalə xanımın webinarı da sabah hazırlanıb yerləşdiriləcək. Ora daxil olub həm Lalə xanımın webinarına, həm də oradan istənilən webinarı seçib dinləyə bilərsiniz. Digər sual belədir ki, salam hamiləliyin neçənci ayında uşağın autizmlə doğulacağını bilmək olar və hansı analizlə? Hələ ki elə bir analiz yoxdur. Ana qarnında autizm təsbit edəcək, amma çalışmalar var. Çalışmalar da onu göstərir ki, autizmdən qoruna bilərik. Yəni, autizmin olmaması üçün hamiləlik zamanı, hamiləlik öncədən əslində, hamilə qalmadan öncə qadın orqanizması hazırlanmalıdır. Bu da integrativ ginekoloq tərəfindən, hansı ki, artıq bütün dünyada bu qəbul olunub, həm bağırsaq florasının, həm də uşaqlıq rəhim boşluğunun florasının bərpası üçün xüsusi bakteriya suçları var. O, probiotik vasitəsilə hamilə olmadan öncə qadına verilir. Bir. İkincisi, uşağın zehinsel inkişafı üçün hamiləlik öncəsi qadının iod molekulasını qəbul etməlidir. Omega, yüksək doz omega, yüksək doz D vitamini, yəni yüksək dozdan bəhs edirəm ciddən. Daha sonra magnezyum mineralı olmazsa olmazdır. Bir də sayıram, magnezyum, omega, yod, probiotiklər, D vitamini. Yəni bunlar hamilə qalmadan öncə qəbul olunmalıdır ki, hamiləlik zamanı hər hangi bir xoşa gəlməyən istər infeksiya keçirdəndə, istər bir bulaşıcı virus yoluxanda uşaqda inflamasyon yaranmasın və yaxud da anadakı virus, infeksiya, inflamasyon bebeğe keçəndə bebeğin immun sistemi, immun direnci onu yenə bilsin. Bu vitaminlər uşağı həm immunolojik olaraq qoruyacaq, həm də zihinsel olaraq qoruyacaq. Və müəyyən olunub ki, hamiləlik zamanı ananın duygusal yaşantıları, ananın bilinçaltı geçirdiği o duygular uşağın özellikle sağ beyninə gedir. Yəni
xoş duyğularda keçirsə uşağın sağ beyninə yüklənir, negativ duyğularda yaşasa sağ beyninə odaqlanır. Ona görə də ana qarnında uşağın sağ beyni həssas olduğuna görə mümkün qədər xoş əhval-ruhiyyə ilə hamiləliyi başa çatdırmaq məsləhət görülür. Stressdən mümkün qədər uzaq. O cümlələrlə nəyə görə uşaqlarda postnatal dönəmdə 2-3 yaşından sonra autistik simptomlar ortaya çıxır? Çünki 3 yaşına qədər sağ beyin dominantdır. Yəni 3 yaşına qədər neyro-davranış beyni sağ yarımkürə dominantdır. O ki, komanda artıq sol beyinə verilir 2-3 yaşından sonra. Sol beyni də inkişaf etdirən sağ beyindir. Sağ beyin inkişaf etmədi ki, sol beyni də inkişaf etdirsin. Ona görə də uşaqda getdikcə ləngimələr ortaya çıxır. Vitiligonun da bağırsaq florası ilə əlaqəsi psoriaz qədərdirmi? Psoriaz qədər olmasa da onun kimi katkısı var. Çünki vitiligo özü stres, kortizol səviyyəsinin yüksəlməsindən sonra ortaya çıxır. Özellikle de hipotalami hipofizar aks və bir kortizol səviyyəsini düşürtmək yönündə integrativ yanaşma bu tədavidə başarılı ola bilər. Oldu Lalə xanım. Suallar bitdi. Ətraflı cavablarınız üçün, faydalı çıxışınız üçün sizə çoxlu Nərminə Abbasova, təşəkkürlər var. Nərminə Abbasova xanım əl qaldırıb. Bilmirəm sual yazıb yoxsa yox. O sualı Nərminə xanım, mən onu görmədim axı. Bizdə Əgər sual yoxdursa, mikrofonlar bağlıdır, doktor. Sualı hamı yazır, yazılı şəkildə. Yəni tamam, istəyirsə suallarda əgər, yoxdursa, yəqin sizin qoyduğumuz nömrə WhatsApp nömrəsidir. Sual ver. Yox, salamlayır sizi. Yazdı Nərminə xanım. çox sağ olsun. Mən də hər kəsə salamlayıram. Çox Çox sağ təşəkkür olun, edirəm zamanınızı sizə. alıb bura qədər vaxt ayırdınız. Sağ olun, oldu. Siz sağ olun. Sağlıqla qalın. Sağ olun.